Şək yoxdur ki, qardaş, Quran-ı Kərim müqəddəs kitabdır. Allah Azze və Cəllənin kəlamıdır, müsəlmanların düstur kitabıdır, ona şək yoxdur. Lakin Sələf-ü Salihdən, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən, eləcə də onlardan sonra gələn tabiin alimlərindən gəlməyib ki, onlar Quran-ı Kərimi öpüblər. Yəni, şək yoxdur ki, müsəlman bunu təqdirlə edir. Lakin adətən bu sələflərin adətindən və yaxud da sələflərin etdiyi əməllərdən olmayıb Quran-ı Kərimi öpmək. Şək yoxdur, əsas təqdir hardadır? Quran-ı Kərimi insan nəcasətdən uzaq saxlaya, Quran-ı Kərimi insan oxuya, oxumağa həris ola, anlamağa həris ola, onu əməl etməyə həris ola. Gerçək mənada olan Quran-ı Kərimə təqdir buradadır. Ona görə də nadir hallarda baş versə, qınanmaz insan, amma adət halına salmaq düzgün deyil. İxlasla.com saytı tərəfindən təqdim olundu.